adda qalxan ərazilər antiklizlər, enən ərazilər isə sineklizlər adlanır. Şimali Amerikada qərb hissə bütövlükdə seismikdir, şərqi isə platformadır. Şimali Amerikanın antiklizləri, yəni qalxanları böyük düzənliklər və Labrador qalxanı, enən ərazilər, yəni sineklizləri isə Meksika yanı ovalıq, Missisipi ovalığı, Atlantik sahili ovalıq və Hudson körfəzi ətrafı. Cənubi Amerikada antikliz ərazilər Braziliya yaylası və Qviana yaylası, sinikliz ərazilər Amazon ovalığı, La Plata ovalığı və Orinoco ovalığı. Afrikada antiklizlər, yəni qalxanlar Əhəqqar, Tibesti, Darfur və Somali qalxanı, sineklizlər, yəni çökənlər Kongo ətrafı, Kalahari səhrası və Çad çökəkliyidir. Avstraliyada antiklizlər, yəni qalxan ərazilər Qərbi Avstraliya və Barkli platosu, enən ərazilər sineklizlər isə Nallarbor düzənliyi, mərkəzi düzənliklər və böyük arteziyan hövzəsi. Sonra keçirik Avrasiyaya. Avrasiyada Avropa hissəsində antikliz ərazilər, yəni qalxanlar Şərqi Avropada Baltikyanı və Ukrayna qalxanı, sineklizlər isə Almaniya Polşa ovalığındadır. Daha sonra keçirik Asiya regionuna. Asiyada Sibir regionunda antikliz ərazilər, yəni qalxanlar Anadır, Anabar və Aldan, eyni zamanda Orta Sibir yaylası, sineklizlər, yəni enən ərazilər isə Qərbi Sibir düzənliyi. Daha sonra keçirik Turana. Turanda antikliz yoxdur, sinekliz ərazilər isə Turan ovalığı və Qaragiya çökəkliyidir. Asiyada sinekliz ərazi böyük Çin düzənliyi. Hindistanda antikliz ərazilər, yəni qalxanlar Dekan yaylası, sinekliz ərazisi isə Hind-Qanq ovalığı. Ərəbistanda antikliz ərazilər, qalxanlar Ərəbistan yaylası, sinekliz ərazisi isə Mesopotamiya ovalığıdır.